Hansel və Gretel nağılı. Bir zamanlar böyük bir meşənin kənarında kasıb bir taxta kəsən yaşayırdı. Onun iki sevimli övladı vardı. Balaca oğlan Hansel və kiçik qız Gretel. Onların ögey anası isə o qədər də mehriban değildi. Evdə yemək çox az idi. Buna görə də ögey ana bir gün atalarını razı saldı ki, uşaqları meşəyə aparıb tək qoysun. Ağıllı Hansel atası ilə ögey anasının planını eşitdi. O çox ağıllı idi. Gecə gizlicə evdən çıxdı və ciblərinə ağ, parlaq çıngıl daşları yığdı. Səhər meşəyə gedərkən Hansel tez-tez arxasına baxır və əlindəki çıngılları yola atırdı. Beləliklə o geri qayıtmaq üçün gizli bir yol işarə elədi. Ata və ögey ana uşaqları tək qoyub gedəndə Gretel ağladı. Amma Hansel gülümsəyib dedi: "Qorxma, ay işığı bizim daşlarımızı göstərəcək." Həqiqətən də uşaqlar çıngıl izləri ilə evlərinə qayıda bildilər. Ögey ana əsəbləşdi. Növbəti dəfə Hansel çıngıl yığa bilmədi. O bu dəfə əlindəki çörəyi xırdalayıb yola çörək qırıntıları atdı. Amma meşənin ac quşları cəld gəldilər və bütün qırıntıları dərlədilər. Uşaqlar bu dəfə həqiqətən də azıb qaldılar. Onlar ac və yorğun halda gəzərkən bir ev gördülər. Bu sadəcə bir ev değildi. Divarları pişmiş peçenyalardan, damı şokoladdan, pəncərələri isə konfetlərdən tikilmişdi. Hansel və Gretel o qədər ac idilər ki, dərhal evin damından və divarından yeməyə başladılar. Birdən qapı açıldı və içəridən qoca, bədheybət bir cadugər çıxdı. O uşaqları şirin sözlərlə içəri dəvət etdi. Amma əsl məqsədi onları bişirib yemək idi. Cadugər Hanseli böyük bir qəfəsə saldı ki, o kökəlsin. Gretel isə qadının işlərini görməli oldu. Cadugərin gözləri zəif idi. Hər gün o Hanseldən barmağını uzatmasını istəyirdi. Hansel isə barmağı əvəzinə ona kiçik bir sümük uzadırdı. Cadugər hər dəfə onun hələ də cılız olduğunu düşünürdü. Cadugərin səbri tükəndi. O bir gün Gretelə sobanı yandırmağa əmr etdi. Ağıllı Gretel cadugərin onu da sobaya atacağını başa düşdü. O cadugərə dedi: "Mən bilmirəm sobaya necə baxım. Zəhmət olmasa mənə göstərin." Cadugər hirslə sobanın ağzına əyildi. Gretel isə cəld hərəkət etdi və cadugəri arxadan itələyərək onu sobanın içinə saldı. Beləliklə pis cadugərdən qurtuldular.